Üsya. Deməli, dördüncü sınağımızdır. Bu niyə çıxır? Başlayaq. Deməli, qobdən baxım görüm kim nəyə yazmayıb. Xatirə müəllimə siz atdınız. Atmışam, ay müəllimə atdım. Aha, biri hamı yazıbdı, amma mən yenə izah verəcəm. Belə kəsəcəm, çünki 2-ni yazmıyıbsınız. Deməli, 16-lıq say sistemində verilmiş ən böyük 15 rəqəmli ədədin, deməli, ən böyük 15 rəqəmli, deməli, ən böyük 15 rəqəmli 15 dənə F deməkdir. Ən böyük 15 rəqəmli ədədin 8-lik say sistemindəki yazılışında neçə rəqəmli ədəd alınır? Deməli, bunu mən birinci ikiliyə keçirdəcəm. Çünki 16-lıqdan birbaşa 8-liyə keçid yoxdur. Birinci keçirdəcəm ikiliyə, sonra da onu keçirdəcəm 8-liyə. Bir dənə F-də neçə dənə ikilik say sisteminin ədədi var? Burada da F-F-dirsə hamısı 1, 1, 1, 1 deməkdir. Yəni 4 dənə 1 deməkdir. Onda 15-i vuracam 4-ə. 22 ya da 4 2 də 60. 60 dənə nə olacaqdı? 1 olacaqdı. Belə. 60 dənə 1 olacaq. Deməli, buradan da 8-lik say sistemindəki yazılışında biz bunu ağarırıq 3-3 bölürük. Deməli, 60-ı bölürük 3-ə. Bu da eləyəcək 20. Deməli, 20 dənə nə var? 7 var. Çünki 4, 2, 1 nömrələnəndə bu 7 eləyir. Deməli, 20 ədəd 7 olacaq. Belə. Amma neçə rəqəmli ədəd alınacaqdır? 20 rəqəmli ədəd alınacaq. Desəydik ki, neçə ilə başlayır? 7 ilə. Neçə ilə bitir? 7 ilə. Yəni bu cür. Əgər qalıq qalsaydı, məsələn, burada 61 dənə olsaydı, bir qalıq qalacaqdı. Düzdür, bu 1 də gəlir 4, 2, 1, və yaxud da 2 qalıq qalsın. Məsələn, 62 olsaydı, 2 qalıq qalacaqdı. Düzdürmü? Onda bu nə olacaqdı? 20 dənə 7 olacaqdı. 2 dənə bir qabaqda qalır. Düzdürmü? Bunu 4, 2, 1 nömrələyirəm. Bu eləyir 3. Eləyir 3 ilə başlayır, qalanı 7 ilə bitir. Yəni bu tipli müxtəlif cür verilə bilər. Ola bilər ki, qalıq qalsa, onu biz nə qaracaq? 2 dənə 1 kimi qabağa qoyacaq. 1 olsa 1 yazacaq. 2 olsa 2 yazacaq. Oca 3 olmur zaten. 3 olanda 7 demək. Ya qalıq 1 olur, ya 2 olur. Aha. İndi buna baxaq, Xatirə müəllimə. Bunu siz deyəsən yazmıyorsunuz. Aha. Deməli, 130 kvadrat. Bax, 130-un kvadratı. Bu onluq ədədin 8-lik say sistemindəki yazılışında alınan ədədin ən yüksək mərtəbəsindəki ədədi müəyyən edin. Yəni, ən yüksək mərtəbəsindəki ədəd belə deyək də, üst qüvvəti ən yüksək olan olacaqdır. Bunu təbii ki, bu cür mən ikilik say sistemindən onluq say sistemi, daha doğrusu onluqdan ikiliyə keçirmək rahat deyil. Bunu mən müxtəsər vurma düsturundan istifadə edərək keçirəcəm. Yəni, bunu belə vərdiş eləməyə çalışın. Çalışmayın ki, 130-u ikiliyə keçirdək, sonra onu vuraq. Yəni, o təbii ki, çətindir. Bunu ya belə eləyirlər, 130-u vururlar 130-a, adi onluq say sistemində. Alınan ədədi ikiliyə keçirdirlər. Yəni, bu biraz uzun variantdır da. Çünki bizə cavabı istəmir, ha. Neyinirik ki biz? Ay Günlar müəllimə, mən belə elədim. Bax, 130-u vurdum 130-a. Ha, siz o yolda ondan sonra aldığım rəqəmi böldüm 8-liyə. Bildim. Elə də olar. Çünki 8-lik say sistemində istəyir. 8-ə ikilikdə istəsə uzun olur. 8-likdə istəsə daha tez nəticə əldə edirsən. Mən elə elədim. O biraz uzun variantdır da. Amma bunun əslində ən rahat yolu budur. Bax, bu nə deməkdir? 128 2 üstü 7 deməkdir. Üstə gələk 2 üstü 1 deməkdir. Düzdürmü? Bunun kvadratı bərabərdir. Bunun açılışı nədir? Elə bir A üstə gələk B-nin kvadratı nəyə bərabərdir? A kvadratı üstə gələk 2AB, üstə gələk B kvadratı. İndi gəlin açaq. 2 üstü 7-nin kvadratı, 2 üstü 7-nin kvadratı, o da eləyəcək 2 üstü 14. Düzdürmü? Üstə gələk. Bunun buna vurma hasilinin 2 misli. Yəni 2 üstü 7-ni 2 üstü 1-ə vuranda 2 üstü 8 eləyir. Onu da 2-yə vuranda 2 üstü 9 eləyir. Elə bir 2 vuraq, 2 üstü 8, bu da eləyir 2 üstü 9. Bura yazdıq. Üstə gələk bunun kvadratı. Yəni 2 üstü 1-in kvadratı. O da eləyir 2 üstü 2. 2 üstü 2 bərabərdir. İndi bu müxtəsər vurma düsturumuzu silək.
Bu riyazi bir yoldur da. Müxtəsər vurma düsturunu bilməyən bu yolu eləyə bilməz. Amma yəni biz müxtəsər vurma düsturunu o say sisteminə görə öyrənməliyik. Nətər ki o x kvadratı olanda diskriminanta gətiririk. Bax onu necə ki o diskriminantın düsturunu bilməliyik. Bu da onun kimi bir şeydir. Deməli, bunu 2/3-ünü götürürəm. Çünki 8-lik say sisteminə gətirəcəm axı. Onda belə olanda nə ayırırdıq? 14-ü bölürdük 3-ə. 4 dəfə 3, 12. Qalıq 2. Qalığı da 2 üstü şəklinə gətiririk. Aldığımızı isə qüvvətə saxlayırıq. Üstə gələk 2 üstü 3. 9-u 3-ə böləndə 3. Üstə gələk 2 üstü 2, 4-dür. Onsuz da 4 bizim 8-lik say sistemində var. Yəni, buradan 2 üstü 3-ü çıxara bilmirəm. Bu da bərabərdir. Bu neçə elədir? 8, yəni 1 arxasında, yəni bunda 1 arxasında 4 sıfırı vururam 4-ə. Bu o deməkdir. 1 arxasında, 1 arxasında 4 sıfırı vururam 4-ə. Bu 2 üstü 2, 4 deməkdir. Üstə gələk. Bu 1 arxasında 3 sıfır deməkdir. Üstə gələk 4. Bu da 40 min, eləmi? 40 min eləyir. 40 min. Deməli, ən yüksək mərtəbəsi bunun 44-dür da, düzdürmü? Bu üstə gələk, bu zaten 1004 ən yüksək mərtəbə deyil. Ən yüksək mərtəbə buradır. Bu da nə ilə başlayır? 4 ilə. Və yaxud da Günay müəllimə belə eləyibdir. Bax, 130-u 130-a tez kalkul. Əslində bu da olar. Yəni, necə yolla istəyirsən, eləyə bilərsən. Say sistemi elə bir şeydir ki, onun deyə bilməzsən ki, konkret bu yolla elə. Amma 16.900. Bunu da 8-ə bölə-bölə aparıbdır. Deməli, ən axırıncı ədədi almalıdır ki, çünki bizim bilirik ki, bölənin ən axırıncı ədədimiz, qalığımız, ən axırıncı qalığımız ən başdakı ədədimizdir. Deməli, 16-nı 8-ə 2 dəfə 8, 16, 9-un da 8, 1 dəfə 8, 100-ün içində, daha doğrusu 10-un içində 8, yenə 1 dəfə, 20-in içində 8, 2 dəfə. Bu belə, bizə axırıncı rəqəm lazım deyil. Yəni, çünki bizə ən yüksək mərtəbə vahidini istəyir. Ona görə bizə axırıncı ədəd lazım deyil. Yəni, burada qalığı yazsaz da olar, yazmasaz da olar. Sonra gətirirəm, nəyi bölürəm? Bunu yer açaq. Aha. Sonra gətirirəm, bax, bunu 8-ə bölürəm. 21, 2112-ni. 8-ə böləndə 21-də 2 dəfə 8, 16, 10-dan 6, 4 üstünə 1, 5, 51-in içində 8, 6 dəfə 8, 48, 3, deməli, bu 1 düşdü, 2 düşür, 32 də 4 dəfə, 8, 32, 0. Yəni, yenə deyirəm, bizə sonuncu rəqəm lazım deyil. İndi 8-ə bölürəm. 26-cı da 8, 3 dəfə 8, 24, 24-cü 8, 3 dəfə 8, 24. 32 də 8-ə böləndə 4 dəfə 8, 32 qalıq 1. Görürsünüz, ilk əvvəl ədədim neçədir? 4-dür. Vəsiyo. Yəni, ən yüksək mərtəbəm 4-dür. Yəni, amma müxtəsər vurma düsturundan eləsəz, o daha düzgündür. Həm onu müxtəsər vurma düsturuna gətirəndə, istəyir 16-lıqda olsun, istəyir 2-likdə olsun, istəyir 5-likdə olsun. Yəni, o belə-belə gedəndə mərtəbə vahidi azalanda bölməmiz uzanır. Amma müxtəsər vurma düsturu ona görə daha rahatdır. Deməli, H-color rejimində kodlaşdırılan qrafik təsvirin, deməli, H-color rejimində neçə bitlə kodlaşırdı? 16 bit və yaxud da 2 byte. Qoy görək bizə bit lazımdır, yoxsa byte. Yəni, birinci onu bilməliyik. Bilməsək, onsuz da bunu işləyə bilməyəcək. Qrafik təsvirin həcmi çevrilmə prosesində, bax, bununla olanda, çevriləndə, qrafik təsvir bilirik ki, AB-yə vurulur da, yəni piksellərin sayına. Bax, bu əvvəlkidir. İndi görək, bunu çevirib nə qarıqdır? Çevrilmə prosesində həcmi 2 dəfə artaraq, deməli, bax, buydu, bu x-ə bərabər idi, yəni həcmim x-ə bərabər idi. Çevrilmə prosesində 2 dəfə artdı, 2x oldu, düzdürmü? Artaraq 60 megabayta bərabər olub, yəni 60 megabayt olubdur. Megabayt. Onun əvvəl 30 megabayt imiş də, bunu başa düşə bilirik, yəni əvvəlkini. 2 dəfə artıq 60 olubdursa, görürsən, əvvəl deməli 30 megabayt olub da, bu o deməkdir. Yəni əvvəl 30 megabayt olub.
Deməli, çevrilmə prosesində qrafik təsvirin rənglər palitrasındakı rənglərin sayının dəyişmədiyi, deməli, palitra dəyişməyib, yenə 16 bitlə kodlaşıb. Deməli, nə dəyişibdir? Piksel sayı dəyişibdir. Yəni, elə bir burada yenə 2 baytı vurub nəyəsə, olub 60 megabayt. Əslində, nəyə vurub? 2 AB-yə vurub da, yəni 2 dəfə artıbdır bu. Onun ilkin kodlaşdırılmış halında olan piksellərin sayını müəyyən edin. Aha, heç bizə sonrakını soruşmur. Elə bizə bu 30 megabayt burada lazımdır, burada. Çünki əvvəlkini soruşur. Sonrakını soruşmur. Onda əvvəlkini soruşursa, buradan AB nəyə bərabərdir? 30 megabayt bölək 2 bayt. Onda bu, gəlin burada yazaq belə. Onda bu biri megabaytdır, biri baytdır. Onda megabaytı çeviririk bayta. Yəni 30 vuraq, 2 üstü 20 deməkdir də bu. Düzdürmü? Böyle 2 bayt. Bu baytlar ixtisar gedir. 30'u da 2'ye böləndə 15. Deməli 15 vuraq, 2 üstü 20. Bu da hansı bənddir? B bəndi. Başa düşə bildiyi xatirə müəllimə. Bax, əvvəl nəyi veribdir? Verib 2 bayt vuraq AB. Amma bilmirəm həcmim nəyə bərabərdir. Amma o həcmi hardan tapdım? Deyir, sonra çevriləndən sonra həcm 2 dəfə artaraq 60 olubdu. Deməli, əvvəl artmamışdan qabaq 2 dəfə bundan az olub da, yəni 30 olubdu. Amma buradan da mənə deyir ki, palitradakı rəng dəyişməyib. Yəni, bura dəyişməyib. Deməli, yenə 2B-dir. Bu dəyişibdir. Amma bu dəyişsə belə məndən ilkin olanı soruşur. Yəni, əvvəlkini soruşur. Yenə də yəni AB-ni soruşur. 2 AB-ni soruşur. Deməli, nə qardım? AB-ni bərabər elədim, bax buna. Bax, bu düsturdan da mən AB-mi tapdım. 2 vur B, yəni 2 bayt vur AB, bərabər 30 megabayt. Buradan da AB-mi tapdım. Əgər o birisini soruşsaydı, mən yenə də buradan belə tapardım. Elə yenə buradan AB-mi tapardım. Tapdığım AB-ni vurardım 2-yə. Çünki niyə? Mənim rənglər palitram dəyişməyibsə, deməli, dəyişən budur. Buna əsasən mənim megabaytım 60 olub da. Deməli, bu 2 dəfə artıqdır ki, yəni 15 vur 2 üstü 21 olubdur ki, mənim həcmim 60 megabayt olub. 4-ə baxaq. Tam dolu diskin 25%, qoy görün bunu kim yaza bilməyib. Bunu xatirə müəllimə, Günay müəllimə siz yazıbsınız. Bəli. 4, 5, 6, 7, 8. Məmər də yazır. Aha. Baxaq, tam dolu diskin 25%, 64 megabayta bərabərdir. Deməli, bax, bu mənim, bu tam dolu disk məsələləri, yəni imtahanlara düşür. Yəni bunlara çox diqqətli olun. Ya yəni miqə də düşür, ola bilər sertifikasiyada sala bilərlər. Yəni imtahan sualı da bu, yəni onu demək istəyirəm. Tam dolu diskin 25%, 64, 25% 4də 1 deməkdir da, yəni ümumiyyətcə. 25% o deməkdir. 100-ü 4də böləndə 25 eləyir çünki. 25% 64 megabayta bərabərdir. Bax, buradan əslində mən tam dolu diskimin həcmini tapa bilərəm. Yəni, bax, axıra çatmamışam, amma mən oca deyə bilərəm ki, bu tam dolu diskim nəyə bərabərdir? 64 vur 4-ə bərabərdir. Yəni, bax, bunun həcmi buna bərabərdir. Daha sonra bu diskdəki informasiyanın tam yarısı silindi. Bir dəqiqə bir də baxım, tam dolu diskin 25% 64 megabayta bərabərdir. Demir ha, bu qədəri doludur, boşdur. Sadəcə deyir ki, bu qədərdir. Mənə deyir ki, tam dolu diskdir. Deməli, tam dolu disk budur. Bax, budur. Əslində, həcmin budur. İndi bunun yarısı silinəndə neçə qalır? 32 vur 4 qalır. Yəni, 128 qalır. Deməli, tam dolu diskim 256 megabaytdır. Yarısı silindi, qaldı nə? 128. Bax, yarısını sildi. Yəni, yarısı boşaldı. Yarısı dolu qaldı. O da 128'dir. Daha sonra həmin diskə silinən informasiyanın yarısı qədər səs faylı, deməli, bu yazılıb, deməli, silinənin yarısı neçə eləyir bəs? Yəni, 128'in yarısı nə eləyir? 64 megabayt eləyir. Deməli, 64 megabaytı yenidən yazıldı, belə deyək. Yenə oldu 256. Yox, 256 olmadı. Bax, yarısı yazıldı, 256 tamdır.
Bax, bunlar dolu. Bura Hə. boşdur. Hələ ki 64-ü boşdur. Sonra nə qarıbdır? Sonra 60 megabayt həcmə malik video faylı. Deməli 64-ü bildik də nəyə görə boşdur? 128-in yarısı 64 eləyir. İndi bu 64-ün 60 megabaytı video faylı yazıldı. Deməli neçəsi qaldı? 4-ü boş qaldı. Bax, deməli bunun 64-ün 60-ı doldu. Neçəsi qaldı boş? 4-ü. 4 megabaytı boş qaldı. 4096 kilobayt həcmində isə mətn faylı yazıldı. 4096 neçə eləyir? 212. Düzdürmü? 2. 12. Bu kilobaytsa bunu megabayta çevirək. Yəni 4 eləyir. 210-a böləndə 4 megabayt eləyir. Deməli dolub da bu o deməkdir. 4-ü də yazıldı. Deməli hamısı nə vardı? Doldu. Bütün bu əməliyyatlardan sonra diskdəki informasiyanın həcmini gigabaytla müəyyən edin. Baxın, mənim tam dolu diskim artıq tam doldu. Yəni 256 megabayt oldu. İndi bunu deyir gigabaytla müəyyən edin. Nə qaracam? Bunu gigabayta çevirəndə bölməliyəm. 2 üstü nəyə böləcəm? 10-a. Çünki megabaytım, yəni bir gigabaytım 210 megabaytdır. Burada da böləndə təbii ki, bu ucu 0 tam neçə qalacaqdır. Çünki bütöv yoxdur axı içində. Bu 1024 deməkdir. 256, 2 üstü 8-dir. Bu da 2 üstü 10 qalır. 2 üstü nə? 1 bölək. Bu 2 üstü 2, yəni 4. Biri də 4-ə böləndə 0,25 eləyir. Bax, yəni müəllimə, şəkil çəkməklə daha rahat tapa bilərsiniz. Təbii ki, bunu şəkil çəkməməklə də eləmək olar. Yəni tənasüblə eləmək olur Gülnar müəllimə. Dəqiqə. Tənasübə ehtiyac varmı bilmirəm. Qoy bir dənə baxım. Bax, misal üçün bunu belə də eləyə bilərdim. Tam dolu diskim var. 25-i faizi 64-dür. Bunu belə eləyirik. 25-i 64%-dirsə 100%-im neçədir? Buradan da x-i tapıram ki 256-dır. Yəni bunu tapdıq. Tənasüblə bunu tapdıq ki, tam dolu diskim 256-dır. Sonra deyir, bunun yarısı silinir. 256-nı bölürəm 2-yə. Alıram 128 megabayt. Sonra nə varım? Silinən informasiyanın yarısı qədər səs faylı. Deməli, 128-in yarısı eləyir 64 megabayt. Deməli, 120, indi baxın, aşağıda mən yazılanları yazacağım. Nə yazıramsa onu yazacağım. Nə qaracam? Nəyim var idi? 128'im var idi. Üstünə gələcəm 64. Düzdürmü? Çünki bunu yazdım artıq. Burada tapıram, burada toplayıram. Sonra 60 megabayta malik video faylı. Bax, bunda gəldim. Sonra 4096 kilobayt da nə faylı? Mətn faylı. Bu da bərabərdir. 128 üstə gələk 64, üstə gələk 60, üstə gələk 4. Bunu çevirirəm, alıram ki 4 megabayt. Bunu da toplayanda alıram 256 megabayt. Heç şəkil çəkmədən də, yəni bunu tapa bilərəm. Amma başa düşməyəndə elə ən belə deyim də, heç nə, bu misalla başa düşməyəndə ən az şəkil çəkməklə bunu başa düşmək olar. Deməli, bunu nə etdim? İndi bunu aldım. İndi deyir, bunu gigabaytla soruşur da məndən. Onda nə qaracam? 256 megabaytı böləcəm 1024-də. Bu da eləyəcəkdir 4-də 1, 0,25. Yəni, hər kimə necə rahatdır. Bax, görürsün, mən birinci şəkillə elədim. Yəni, şəkillə olanda gözlə gördüyüm bir şey olur da. Heç riyaziyyat qədər belə vur, topla, böl, çıx olmur. Elə gözünlə görürsən ki, neçəsi boşdur, nə qədər doludur, fakt görə bilirsən. İndi 5-ə baxaq. 5 eləməmişim mən. Siz eləmirsiniz 5-i. Deməli, 256 kilobayt ölçülü fayl müəyyən bağlantıda saniyədə nə? Müəyyən hansısa bir bağlantıdır. Hansı ki, o bağlantı bir saniyədə 4096 bit sürətlə, yəni bu qədər informasiyanı ötürə bilir. Bir saniyədə bu qədər informasiya ötürür. Bu ölçülü də faylımdır. Bu ölçülü fayl bununla ötürülürsə, onda deməli bir saniyə bu qədər informasiya ötürən bir bağlantı ilə ötürülürsə, 256 kilobaytı mən neçə saniyəyə ötürə bilərəm? Yəni burada biti kilobayta çevirə bilərim ya da bunu çevirib bölə bilərik, fərqi yoxdur. X bərabərdir 256 vuraq kilobayt
bölək 4096 bit. Bu da bərabərdir. 256 2 üstü 8-dir. Bu 2 üstü 12-dir. Böləndə neçə qalır? 2 üstü 4. Bu da kilodur. Kilonu da, yəni baytı da çevirəndə, kilonu da çevirəndə 2 üstü 13 deməkdir. Vuraq 2 üstü 4. Всё. Yox, 2 üstü 4 aşağıda qalır. Bircə dəqiqə. 2 üstü 4 bit, bu da bit. Bax, bunu da çevirdim. İndi bunu da böləndə neçə qalır? 2 üstü 9 bit. Aha, 2 üstü 9 bit. Yəni bunu da bayta çevirə bilərik. 2 üstü 3-ə böləndə 2 üstü 6, yəni 64 bayt. Bax, bunu, yəni yolu budur. İndi kim nə tər istəyir çevrilməsini eləyə bilər. İstəyər buradan bəri başdan çevirər bayta. İstəyər məni kimi ixtisar eləyib axırda çevirər. Deməli, aldım Ay, ki, Qəmər müəllimə belə 64 eləmişdi. saniyə, nədir saniyə? Bəli. Qəmər müəllim elə bir 4096-nı bölmüşdü şeyə. Elə bir şey 256. kilobayta. Hə, yox. Yox, Elə bir 256-nı 4 bölmüş. almışdı. Hə, 256-nı da bölüb 4-ə 64 almışdı. Hə, yəni o çevirməni birinci eləyib də ona görə. Fərqi yoxdur. Yəni orada mən bir dənə siz nəyə başa düşmədim? O 1024 onda aidiyyatı yoxdur da ona. Hələ müəllimə indi eləyəcəyik. Bircə dəqiqə. Hələ qurtarmamışıq ki. Hələ mən tapdım ki, bu 256-nı 64 saniyəyə ötürə bilirəm. Bax, bunu tapdım ki, bu informasiyanı 64 saniyəyə ötürə bilirəm. Qoy görək hələ nə istəyir? Bu faylla eyni bir müddətdə, bax, həmən bu 64 saniyə müddətində surəti indi başqasını verir. Deməli, T-miz 64-dür. Surəti indi surət başqadır, indi başqa ötürülməklə eləyir bunu. Yəni, V surəti 1024 bit olan bağlantı ilə ötürəndə deyir, nə qədər informasiyanı ötürə bilər? Yəni, surəti bu olan, saniyəsi də bu olan bir bağlantıda neçə kilobayt informasiya ötürə bilər? Bax, buradan saniyəmi aldım. Deyir, bu faylı ötürən saniyə ilə, yəni saniyəsi eyni olan, deməli, eyni bir müddətdə surəti 1024 bit olan başqa bir bağlantı ilə ötürülə bilən faylın ölçüsü nə qədər ola bilər? Yəni, bu saniyəyə nə qədər informasiya ötürər? Bax, bu surət. İndi bunu da nətər tapacaq? H nəyə bərabərdir? V, T-yə. O da bərabərdir 1024 bit, vuraq 64 saniyə. Bu da eləyəcək nə? Deməli, sürətimiz bit bölək, sürətimizin vahidi bit bölək saniyə olur. Sadəcə burada belə deyir. Bu sürətlə bu bit ötürür. O deməkdir ki, bit böl saniyə. Sürətimin yəni vahidi bu olur. Saniyələr burada bit böl saniyə. Saniyələr ixtisar gedir. Qalır 1024 vur 64. Bunu da keçirdəcəm nəyə? Kilobayta. Yəni böləcəm 2 üstü 13-ə. Bu 1024-üm 2 üstü 10 eləyir. 2 üstü 10 vuraq 2 üstü 6 bölə 2 üstü 13. Bu da ixtisar gedəndə qalır 2 üstü neçə? 16-dan 13-ə 3. Bu da eləyir 8 yoxdur axı. Bir dəqiqə nəyi səhv elədik? 2 üstü 10 vuraq 2 üstü 6. Bu da eləyir 2 üstü 16. Bunu da 2 üstü 13-ə böləndə 2 üstü 3. O da 8. Niyə yoxdur? Bir dəqiqə nəyisə burada vurmadım. Qəmər olsaydı deyəcəkdi ki, əzim. Yox, burada nəsə hesablama, budur, prosta hesablama səhvi eləmişik. Yəni, qoy görün bir dənə səhvim hardadır. 256 kilobaytı 512 saniyəyə ötürübdür. Qoy görüm saniyədə hardasa səhv eləmişik. Burada ixtisarda hardasa səhv eləmişik. Bir dəqiqə, burada ixtisarda səhv eləmişik. Eləmişəm daha doğrusu. Qarışıq yazılıbdır deyə. Ola bilər nəyisə adlatmışam. Bir dəqiqə. Bax, bunu elə x bərabərdir 256 kilonu da çevirəcəm bitə. 2 üstü 13 bölək 2 üstü 12 vuraq. 2 üstü 12-yə. 2 üstü 13, burada səhv eləmişəm da. Burada yazmışdım 2 üstü 4-ü. 2 üstü 13 ilə 2 üstü 12 ixtisar gedəndə burada nə qalır? 2 üstü 1. Düzdürmü? 2 üstü 1 də 256-ya vuranda 512 saniyə eləyir. Oranı mən sonradan çevirdim deyə. Bax, ona görə də orada səhv gedibdir. Deməli, saniyəm 64 yox, 512-dir. İstiyor, gətirib burada da yerinə qoyanda 512-ni
512-ni qoyanda da bu da nə eləyir? Deməli 2 üstü 9 bölək 2 üstü 19-a 2 üstü 13-ə böləndə 2 üstü 6 o da eləyir 64 saniyə. Yəni yol eynidir. Sadəcə çevirmədə orada sonradan mən biti kilobayta çevirdim deyə. Bax ona görə də elə ola bilər ki, nə isə görməmişəm. Aha, bunun başa düşdük müəllimələr. Bax, birinci tapdım nəyi? Həcmi verib, sürəti verib. Mən buradan t-ni tapa bilərəm da. T nəyə bərabərdir? H bölək v-yə. Yəni h bölək v-də h-ım 256 kilobaytdır. Yəni bax, biz tənasüblə bayaq elədik. Tənasüblə eləməyib, düsturla da eləyə bilərik. V-miz də 4096 bit sürətdir. Bunda böləndə gəlir eləyir 512 saniyə. İndi deyir, həmən vaxtda bu ötürülmə sürətini veribdir. İndi də həcmi verməyibdir. Həcmi də tapanda V-ni T-yə vurursan. Vəssalam. 2 dənə elə bir eyni məsələdə 2 dənə sürət düsturudur. 6-ya baxaq. 6 qrafdır. 6-nı yəqin ki, Qəmər müəllimə qrafda çətinlikləri var. Eləmir, yox. Deməli. Bu qrafda müəllimə yönləndirmə olanda biraz elə bir o rahat olur o. Prosta burada biraz çətinlik var. Başqa rahatdır. Bir dənə baxın. Heç başı bizə lazım deyil. D-dən D kəndindən B kəndinə yolun uzunluğunu istəyir. Amma burada D, B yazılmıyor. Baxın, biz tapmalıyıq ki, burada hansı D-dir, hansı B-dir. İndi bunu belə tapırıq. Ancaq bunun yolu budur. Birinci, bax, məsələn, Y-yə baxıram. Y-nin bircə dənə qonşusu var. İndi burada bircə dənə qonşusu olan kim var? Baxın, bircə dənə 4 var. Bir dənə budur. Görürsünüz, başqa qonşusu yoxdur. Fikir verirsiniz. Deməli, K4-üm nəyə bərabərdir? Y-yə. Bax, buradan K4-ü tapdım. Bax, bura yazıram K4. İndi keçdim digərinə. Hansını rahat tapa bilərəm? Bax, bunu. Bunun neçə qonşusu var? Yox, bunun 3 qonşusu var. 2 dənə 3 qonşusu olan var. Ona görə bunu saxlayıram. Deməli, indi buna baxıram. Bunun 2 qonşusu var. Qalan hansınınsa 2 qonşusu var? Yox. Deməli, 2 qonşusu olan D olacaq. 2 qonşusu olan, bax, buradır. Gördünüz? Deməli, K5-dir. Deməli, K5. Deməli, D bərabərdir K5-ə. Bunları silim. Aha. D bərabərdir K5-ə. İndi baxıram, bax, Y ilə qonşu olan bircə dənə C var. Düzdür? Deməli, 3 dənə qolu olub Y ilə qonşu olanı tapacağım. Yəni, K4 olanı. 3 qonşu olub K4 olan var burada? Yox. 3 qonşu olub K4 olan var? Var. 3 qonşusu olan bir də K3-də, amma görürsünüz K4-ü yoxdur. Deməli, C-miz K2-dir. Bunu da tapdıqmı? Qaldı hansı? Qaldı. Deməli, D var, Y var, C var. D var, Y var, C var. A ilə B qaldı. A ilə B-ni də bax belə tapacaq. Bax, görürsünüz, A ilə C-nin uzunluğunu veribdir. Yəni 3. İndi baxacam, C nə idi? C K2 idi. K2-dən nəyə 3 gedir? Ona baxacam. Bax, K2-dən nəyə 3 gedir? Bax, görürsünüz, nəyə getdi? K3-ə. Fikir verdiniz? Bax, K2-dən K3-ə 3 gedir. Deməli, burada K3 nədir? A-dır. Deməli, K3 bərabərdir A-ya. A-mı da tapdımsa, deməli, B nə olacaqdır? K2 var, K3 var, K4 var, K5 varsa, deməli, bu da K1-dir. Vəssalam. Bunları tapdımmı? İndi gəlin, baxaq görək. A-dan D-yə nə gedir? A-mız, D-miz nə idi? Mən hansınsa yazmadım elə bir. D buradadır, D nə? D-dən B-yə. B-miz hanı? Hə, B-miz də nə idi? K1. B də bərabərdir K1-ə. Deməli, K5-dən K1-ə olan yolu istəyir. Vəssalam. D-dən B-yə, K5-dən K1-ə deməkdir. K5-dən də K1-ə, görürsünüz, 5-dir. Vəssalam. Yəni, bu da çətin deyil. Qonşularınla tapasınız. Ancaq yolu budur. Başqa yolu yoxdur ki, deyim, yəni, bunun başqa bir yolu var. Yəni, qonşularınla görürsünüz, tapmaq rahatdır. Birinci həmişə hansının çox qonşusu var, onu tapın. Hansının az qonşusu var, yəni bir dənə olanları tapın. Sonra görürsünüz, bax, 3 dənə olan budur, budur, budur. Deməli, bu 3 dənə qonşudan nə bilim hansıdır? Nə qaracam? Bununla qonşusuna baxacam. C-nin qonşusu Y-dir. Deməli, burada Y ilə qonşu olan bircə dənə C varsa, Y-yə baxıram. Y ilə qonşu olan nə idi? K2 idi. Bax, bu cür tapırlar.
Özünüz bunu bir də işləyərsiniz. Yəni nəyi işləməyibsinizsə, onlara mütləq izaha baxın, özünüz tətbiq edin. 400 simvoldan ibarət olan məlumatın informasiya tutumu 300 baytdır. Deməli 400 simvolum varsa, bir dəqiqə zaryadka söylüyorum. Görün bunu. Deməli 400 simvol var. O mənim elə bir bax buradakı simvollar nətərdir? 1, 2, 3, 4, 5, 6. Elə bir bax 400 dənə belə simvol var. Bu o deməkdir. İnformasiya tutumu da 300 baytdır. Deməli həcmim 300 baytdır. Bu məlumatın yazıldığı əlifbanın gücü eyni istəyir müəllimə. Eyni nədir? Yəni birinci bunu tapmalıyam, sonra da bunu tapmalıyam. Söz. Eyni bərabərdir. Bu bilirik ki, bit olur da. 300 bayt bölək 400. Amma mən burada baytla tapanmaram ki cavabı. Çünki bu bitlə gəlir 2 üstünə. Deməli, bu baytı bitə çevirəcəm. 300 vuraq, 8 bölək 400 bit. Bu da 8 ilə 4 ixtisar gedir. Burada qalır 2. Sıfırlar da burada ixtisar gedir. 3 dəfə 2, 6. Gətirib eyni tapanda da 2 üstü 6 bərabərdir 64-ə. Yəni, bu həcm məsələsinin ən hasandıdır müəllimə. Yəni, bunu mütləq bilməliyik ki, simvol nədir, əlifbanın gücü nədir, kodlar, filan, nə bilim, simvollu əlifba deyirsə, yanında əlifba varsa, o mənim simvol sayım deyil. Yəni, eyni soruçur, bəli. Yəni, onu biz başa düşməliyik, ayırt eləməliyik. Sonra, kompüter parametrlərinə görə sərt diskinin həcmi daha böyük olan. Deməli, sərt disk varsa, burada SSD-yə baxacaq biz. SSD-yə və yaxud da HDD-ya baxacaq. Hansının SSD-si yüksəkdirsə, onu soruşur bizdən. Baxın, burada göstəricilər var. Bu prosesorun növünü göstərir. Nə? Bu DDR RAM-ı göstərir. RAM-ı istəsəydi DDR-ə baxacaqdıq. Bu, DDR slotunda yerləşir. Bu tezliyidir. Bu, deməli, burada nədir? 2 dənə var idi, bax, görürsünüzmü? Amma biz təbii ki, ən çoxa baxacaq. Sərt diskə baxacaq. Sərt diskdir çünki. Bizdən sərt disk istəyir. 1.5 terabayt. 1.5 terabayt burada. Sonra keçirik bu birisinin 1.5 diskinə. Və hard diskimiz nədir? 1 terabayt. Deməli, bu daha çoxdur hələ ki. Sonra keçirik C-yə. Burada 2 terabaytdır, görürsünüz? Deməli, bu daha çoxdur. Bu getdi. Sonra keçdik buna. Hard diski 500 GB. Bu azdır. Sonra keçirik buna. Burada da hard diskimiz 750-dir. Deməli, C bəndi. Görürsünüz, HDD-ya baxırıq. Hansı proqramlar tətbiqi proqramlar kateqoriyasına aiddir? Tətbiqi proqram bilirik ki, bizim gördüyümüz. Bu dənə bunları burada qələmi götürmək olmur nəsə də. Ona görə bunu belə kəsim. Bunlar şifahi suallardır. İzahı bir verim. Deməli, tətbiqi driver deyil, antivirus deyil. Bunlar bilirik ki, sistem proqramlarıdır. Proqramlaşdırma bu deyil. Bu da proqramlaşdırmadır. Arxiv də sistem proqramıdır. Kompüter oyunları artıq yüklüyüb istifadə elədiyimiz, bizim istifadə etdiyimiz proqramlardır. Bu deyir, bax, cədvəl XLSX. Bu nədir? Bu fayldır. Deməli, bu ən sonda yerləşməlidir. Ən sonda. Amma o görək bizdən tam adı istəyir. Bəli, faylın tam adı istədiyi üçün bunu götürə bilmərik. Burada faylın tam adında mütləq nə olmalıdır? Sonda cədvəl XLSX olmalıdır mütləq. Bu deyir, C diskində yerləşir. Deməli, C diskində yerləşir. Sonra table qovluğunun alt qovluğu olan. Deməli, table alt qovluğuna folderdən qabaq yerləşməlidir. Çünki bunun alt qovluğudur. Bunun alt qovluğudursa, başda bu olacaq, sonra bu olacaq. Və əvvəldə də C diskim olacaq. Ona görə ki, mən 2 dənə xətt çəkdim. Çünki C diski bizim sərt diskimizdir da, yəni sistem qovluğumuzdur. Faylın tam adı onda nə olacaqdır? Bundan sonra da cədvəl olacaqdır. Deməli, C folder yox. C table folder, bu olar. Bəli, burada da table yoxdur. Burada da folder yoxdur. C bəndi.
Sahə bərabərdir stan. Deməli, stanla bitməlidir. Əvvəlində də nəsə olmalıdır. Hansı yazılar seçiləcək? Yəni, çıxacaq da. Deməli, tam yazılan yazılar sonluğunda tan yox, stan da olmalıdır. Tan yazılan yazılar bu ola bilər, yəni əslində. Amma yox, eləsi var ki, s olmayan da çıxa bilər. Məsələn, atan da olsa çıxacaq. Ona görə bunu götürə bilmərəm. Mütləq s olmalıdır. Əvvəlində yalnız əlavə bir simvol olan, xeyr, biz bura əlavə bir simvol olan deyə bilmərik. Sual olsaydı, hə, onu götürə bilərdik. Heç onu, yəni, axıra kimi oxumağa ehtiyac yoxdur. Sonra nə deyir? Burada bu düşübdür. Sonluğunda stan yazılan yazılar, bəli, sonluğunda stan yazılan yazılar çıxacaq. O birisləri oxuya bilmirəm. Yəqin ki, burada C bəndidir, elə? Günay müəllimə eləyib, mən eləməmişəm. Stan yazılmayan ola bilməz. Çünki bizdən sorğumuz budur. Çıxsın deyir. Deyir, o nəticələr çıxsın. Əgər not qabağında olsaydı və yaxud da çıxaq olsaydı, axtarışda bilirsiniz ki, çıxaq olanda onu götürmür. Və yaxud da not olanda onu inkar eləyir. Əgər onlar olsaydı, bu olardı. Yazılmayanlar çıxardı. Amma bizdə görürsünüz, heç nə yoxdur. Deməli, bunu istəyir. Yalnız əvvəlində xeyr, əvvəlində yox. Yəni, əvvəlində stan olsaydı, ulduzu sonuna qoyardı. Günay müəllimə yoxdur burada. Buradaydı, çıx. Deyən çıxıbdır. Onlar da, o niyə çıxıb görəsən? Görsənir axı burada. Burada görsənir. Aha, 12-yə baxaq. 12, bir də 13-ə baxaq. Deməli, 11-i başa düşdünüz də müəllimə? Ulduz o deməkdir ki, qarşısında nə olur olsun, amma sonunda stan olmalıdır. Yəni, əvvəlində heç nə olmaya da bilər. Ulduz o deməkdir. Ola da bilər, olmaya da bilər, bir simvol da ola bilər, 5 simvol da ola bilər. Amma sual varsa mütləq var deməkdir. Hansını? Sualda bir dənə olur da, müəllimə. Sualda bir simvoldur, amma ulduz çox simvol deməkdir və yaxud da heç olmamaq deməkdir. Yəni, bilinməyən bir məlumatdır da, o bilmirsən dəqiq. Amma onu bilirəm ki, stan mütləq çıxmalıdır. Ona görə ki, sonda stanı veribdir. Bu mütləq olmalıdır. Seçilmiş, buna baxaq. Əgər o ulduz, müəllimə, sualdır, ulduzdur, onları qeydlərinizdə götürübsünüzsə, elə test işləyəndə qeydlərinizə baxın da, müəllimə. Yəni, onlar bəsit suallardır. Yəni, onları bilməlisiniz. Çünki onlar, nətər deyim, bəsit suallardır. Məsələn, elə bəsit sualı bilməmək, o pisdir ki, onu yaza bilməmək pisdir ki, yəni, heç olmasa çətini bilməyəndə, yəni, o hesablamanız adı, o şifahidən yazmaq lazımdır da. Hansını mətn redaktorunda mətnin redaktəsinə aid etmək olar? Mətnin redaktəsi nə idi? Mətnin içəri, yəni məzmununun dəyişməsidir, formasının yox. Şriftin ölçüsünü 12.28, xeyr, bu formatdır. Seçilmiş mətn fraqmentinin şriftinin rəngi, bu da formatdır. Seçilmiş mətn fraqmentinin şriftinin kursiv, bu da formatdır. Seçilmiş mətn fraqmentini kopyalamaqla 5 dəfə çoxaltmaq, bax, bu redaktədir. Çünki nəsə də əlavə elədir. Bunu da yenə formatdır, sadəcə növünü dəyişir şriftin. Deməli, burada D bəndi. C diskinin ikonu verilmişdir. İkona əsasən diskin dolu hissəsinin, görün, bunu hamı yazıbdır. Deməli, C diskinin ikonu verilmişdir. İkona əsasən diskin dolu olan hissəsinin heç həcmini müəyyən edin. Dolu hissə, bax, buradır. Biz bilirik ki, burada aşağıda nə deməkdir? Bu mənim ümumidir. Bu, indi deyəsən, 63.9-dur. 63.9, bu hissə free. Yəni, boş olan yerimdir. Onda bundan 47,1-i çıxıb tapacaq. Yəni, burada heç vaxt dolu yeri vermir. Burada boşu verir. 9-dan 1, 8, 13-dən 7, 6, burada da qaldı neçə? 5, 5-dən də 4, 1, 16, 10-da 8. Yəni, müəllimə, ümumi hissədən həmin hissəni çıxdıq. Boş hissəni çıxıb, dolu hissəni tapırıq. Bunlar da şifahiyə oxşuyur. Tez izah verə bilərik. Bunlar şifahi. Qoy görün, burada yaza bilməyəm. Deməli, Günay müəllimə də 19-dur.
Hamı yazıbdı, 19-u yazmayıbdı heç kim. Aha. Deməli, Windows əməliyyat sistemində istifadəçi hesablarının hansı növləri var? Administrator, qonaq, bir də 1, 3, 4. Yox, dost olmalıydı. Bir dəqiqə. Hə, adi istifadəçi. 1, 3, burada 1, 3, 1 3 4 da. 4 elə bil müəllimə. Düzdür. Niyə çaşdım mən? Aha. Dost məni çaşdırdı, qonaqla qatdım onu. Aha, xidməti klavişi seçin. Xidməti. Bax bunlar PEG-DAB'undur, PEG-App'dir, Home'dur, İdarə Ed'dir. Bunlar kursoru idarə edən düymələrdir. Əlifbada 29 hərf varsa, deməli mənim enim nə olacaqdır? Böyük enim 29-dur. 29 hərf varsa, onun bir hərfi ən az neçə bitlə kodlaşır? 2 üstünə gətirəcəm. O da 5 bit eləyir. Müəllimə, bunu zəhmət olmasa bir də deyərdiniz 200 Bəli, başa bax, düşənmədim bunu. əlifbada 29 hərf varsa, deməli mənim əlifbamın gücü 29-dur, düzdür? Mən deyir bir hərfi, yəni buradakı bir dənə A hərfini, B hərfini kodlaşdırmaq üçün Bəli. neçə bit informasiya, neçə bit ən azı lazımdır? Bu da 2 üstünə gətirirsiniz. 29 nə ilə nəyin arasında yerləşir? 16 ilə 32. Biz kiçiyi götürənməli, Bəli, böyüyü götürürük. O da 5 Bəli, bit. bəli. Siz kodlaşdırma dərslərində yaxşı gələnmədiniz deyə, onun üçün bax çox çətinlik Heç çəksiniz. bir başa düşə bilmirəm, heç cürə. İnanırsınız müəllimə, testləri o koderadan işləyirəm, başa düşürəm, belə gələndə eləyə bilmirəm. Hə, indi o əlifbanın gücü elə bir çətin bir şey deyil müəllimə. Onu bir dənə özünüzdə nətər deyim, beyninizə həkk eləməlisiniz ki, əlifba gücü deyirsə, bütün əlifbada iştirak edən, məsələn bizim 32 hərfimiz var da, orada iştirak edən bütün hərfləri nəzərdə tutur. Əlifbadakı simvolu belə deyək, kodlaşdırmaq üçün istifadə edilən bit, bunu deyirsə, onu 2 üstünə gətirmək deməkdir. Amma eləcə simvol deyirsə, o elə bir bax buradakı hərflərin sayıdır. O demək deyil ki, bu əlifba gücüdür. Xeyr. Məsələn, mənim əlifbamın gücü 5 olar. Təkcə bir dəqiqə. Məsələn, təkcə A hərfim olar, B hərfim olar, nə bilim, C hərfim olar, Ə hərfim olar, bir dənə də məsələn O hərfim olar. Məsələn. Şimdi burada məsələn təkcə 5 dənə əlifba var da. Yəni mən o deməkdir ki, bu hərflərdən ancaq istifadə edib söz yaza bilərəm. Məsələn, abo, nə bilim, aba, aca, acu. Məsələn, bu ayrı hərf yoxdur axı istifadə eləyim. Yəni onda bax mən deyəcəm ki, onda bu simvol, məsələn deyirəm 3 dənə simvolum var. 3 simvolum var. Görürsüz, abo sözündə 3 dənə simvol var. 3 simvolum var. Əlifbanın gücü də 5-dir. Onda mən 2 üstü neçə ilə kodlaşır bu? 2 üstü 2, 4, 2 üstü 3 ilə. Deməli, bir simvol 3 bitlə kodlaşacaq. Yəni, bu da 3 bitlə, bu da 3 bitlə, bu da 3 bitlə. Yəni, 3-ü 3-ə vururam. Və məndən həcmi soruşur. 9 bit olacaqdır həcmi. Bax, bunun həcmi bu əlifba gücü ilə kodlaşsa 9 bitə bərabər olacaq. Vəssalam. Budur. Bu məntiqi başa düşmək lazımdır. Bəzən belə bir söz, belə bir misal verir, deyir, məsələn deyirəm da. Məsələn, deyir ki, alma, elə. Amma deyir ki, əlifbada minimum əlifbadan istifadə edib. Minimum əlifba o deməkdir ki, amma bunun biri böyükdür, biri kiçikdir. Mən indi bunun ikisini də kiçik götürəcəm. Çünki böyük ayrıdır, kiçik ayrıdır, bilirsiniz ki. Deməli, bax, deyir, minimum əlifba ilə kodlaşıb. Minimum əlifba o deməkdir ki, burada neçə dənə simvol varsa, onu da götürür. Bax, bu 1, bu 2, bu 3. Amma bu təkrarlanıb axı. Düzdürmü? Bəli. Götürmür. Minimum əlifbamda təkcə var A-lı-mı? Bu əlifbadan yalnızca bunlardan istifadə edib söz düzəldibdir. Vəssalam. Deməli, neçə dənə simvolum var? 3. Onda 3 neçə bitlə kodlaşır? 2 üstü 2 ilə, yəni 4 2 bitlə. 2 bitlə. Yəni 4 dənə 3 simvolu mən 2 bitlə kodlaşdıra bilərəm. İndi deyir bu söz neçə həcmini tap. Bax bu sözün həcmini tap. Oca mən bu A-nı götürəcəm də. Çünki simvol sayım 4-də axı. Vuracam oca 2-yə. Bu da eləyəcək nə? 8 bit. Deməli bunun həcmi 8 bit oldu. Bax əlifbamı buradan tapdım. Təkrarlananları götürə bilmərəm. Bəli. Məsələn, A, La, Ca,
ola bilərdi, alaca ola bilərdi. Mən də deyərdim minimum əlifba. Nə olacaq? Alıcı. Bu da eləyəcək nə? 2 bit. Çünki 2 bitlə 4 simvol kodlaşır. Burada da 3 var da. Yəni 1 bit götürənmərəm. 1 bit 2 dənə simvolu kodlaşdı. Deməli, mən nə varacam? Təzədən bu təkrarlananları götürmədim da. 3 dənəsincə götürdüm. Tapdım ki, 2 bitdi. Təzədəndən simvolumun sayına vuracam. Çünki mənim həcmimi soruşur. Simvol sayım neçədir? 5. Vuracam 2 bitə. O da eləyəcək 10 bit. Всё. Bax, bu cür də düşə bilər. Minimum əlifba da düşə bilər. Heç, yəni verməz. Hoca, mən minimum əlifba deyəndə necə tapacağam? Oradakı simvolları götürəcəm. Amma təkrarlananları götürənmərəm. Çünki əlifbada məsələn deyirəm, kiçik A 2 dənə deyil, axı bir dənədir. İndi gərək nə deyir burada? Mətn sənədinin informasiya həcmi 640 kilobaytdır. Deməli, həcmim 640-dır. Sənəd hər səhvədə 32 sətir. Bura. Hər sətirdə 128 simvol. Bax, elə bir dənə sətir, belə 32 dənə belə sətir var. Hər sətirdə 128 dənə belə simvol var. Təbii ki, boşluğu, vergülü hamısını götürür simvol deyəndə. Sənədin hər səhvəsində 32 sətir, hər sətirdə 128 simvol, Unicode standart. Deməli, 2 bayta vurub bunu alıbdır. Bu mətndəki neçə səhifə var? Səhifə sayını soruşur. Всё. X-i tapacaq. X nəyə bərabərdir? 640 kilodur, bu baytdır. Deməli, kilonu bayta çevirəndə 210-a vururam. Bayt böləcəm nəyə? 32 vur, 128 vur 2 bayta. Baytlar ixtisar gedir. Bu 2 üstü 5'dir. Bu 2 üstü 7'dir. Bu da 2 üstü 1'dir. Eləyəcək nə? 2 üstü 7, 2 üstü 5, 2 üstü 12, 2 üstü 13. 2 üstü 13. Bu neçə eləyir? 64 vur 10. 10 qoy qalsın. Hələ 64, 2 üstü 6, 2 üstü 16. 2 üstü 16 ilə 2 üstü 13 çıxsar gedəndə 2 üstü 3. Onu da ona vuranda 80. 80 səhvəm var. İndi bu yolun uzunluğunu istəyir. Yəqin ki, bunda da qoy görüm, Qəmər müəllimə yazıbdır necə? Qrafda biraz çətinlik idi, onun üçün deyirəm. Deməli, indi A-dan C-yə gedəcək. A-dan C-yə 3-dür. Üstə gələk. C-dən B-yə gedəcək. C-dən B-yə 6. B-dən D-yə gedəcək. B-dən D-yə 2. D-dən Y-yə 3. Y-dən Y-yə 5. G-dən isə F-ə 4. Vəssalam. Bunlar toplayacaq. Bax, bu ikisi eləyir 10. Bu 5, 5, 10, 23. Keçirik 19'a. İndi buna baxaq. Burada yazmayıbsınız çünki. Günay müəllimənin səsi çıxmış. Günay müəllimə girin. Qulaq asıram. Yo, qulaq asıram. Ayaq çağırdı, sizi cavab vermədiniz. Yəqin Yox. Yəqin o otağa keçmişəm. Yox, qulaq asıram. Deməli, əvvəlcə hər bir pikseli 32 bitlə kodlaşdırılan, bunu yazmayıb çox adam. Baxaq görək, bunu deyəsən heç kəs yazmayıb. Buna baxaq. Əvvəlcə hər bir pikseli 32 bitlə, deməli, AB2 olur, yəni hər bir piksel 32 bitlə kodlaşır. 600 kilobayt, o həcmi bura yazacaq. Qrafik təsvirin, deməli, qrafik təsvirin sonradan deyirsə, mən burada AB-ni yazıram. Çünki burada piksel var da, AB yazılmalıdır. İndi keçirəm, sonradan gəlin görək nə olubdur. Sonradan piksel sayı 2 dəfə artırılıb. Yəni, AB idi olacaq nə? 2AB. Və 256 rəngli palitrada kodlaşıb. 256 rəngli palitra elə bir mənim böyük N-nətər əlifbanın gücündə 256 idi. Mən bitə gətirməliyim. 208 deməli 8 bitə. Bax, 32 bitdən düşüb 8 bitə. Bu əməliyyatdan sonra təsvirin informasiya həcmi nə olacaqdır? Bax, buradan mən AB-mi tapacağam. Gətirib burada da yerinə qoyacağam. Vəssalam. Gəlin tapaq. Bunu aşağıdan yazacağam. Birinci burada AB-mi tapacağam. Deməli, olub nə? 8 bit vuraq 2AB bərabərdir, hələ bilinmir. Aha. Bax, bunu belə də tapmaq olar. 8 dəfə 2, 16 eləyir, düzdür? 16 vur AB.
Bu da 32 vur AB-dir. Düzdür? O 32 ilə 16 arasında nə qədər fərq var? 2 dənə. Yəni bu 2 dəfə daha çoxdur. Deməli 2 dəfə daha çox olub 600 alıbsa, bu birisi də 300 olacaq da. 2 dəfə daha azsa 300. Bax bunu mən şifahi belə tapıram. Yəqin ki, cavab C bəndidir, elə? Baxmamışam cavab, eləməmişəm deyə baxmamışam. Bir baxım, C dəqiqə. Hə, cavab C bəndidir. Bax bunu mən şifahi belə tapa bilirəm. Nə varıram? 8-i 2-yə vururam 16. 16 vur AB. AB-lər eynidir də. Dəyişən sadəcə budur. Bu nə qədər dəyişib? 2 dəfə azalıb. Görürsüz? Deməli həcm də 2 dəfə azalacaqdır. Vəssalam. İndi gəlin başqa yolla, yəni daha başa düşülən yol, yəni ki, şifahini başa düşməyənlər belə. Buradan AB-mi tapacaq, gətirib burada yerinə qoyacaq. AB bərabərdir 600 kilobayt, bu da bitdir. Deməli, bunu çevirməliyəm nəyə? 213 bitə. Böləcəm nəyə? 32-yə. Bitə. Bitlər ixtisar gedir. Bu da 205 deməkdir. 205 ilə 213 ixtisar gedəndə burada qalır nə? 8. Yəni 600 vuraq, 208. Vəsyo. Bunu heç çevirmirəm, gətirib birbaşa burada yerinə qoyacağam. Deməli, alıb nə? 8 bit vuraq, 2 vuraq. O birisi neçə aldıq? 600 vuraq, 208. Bu da bərabərdir. Bizə kilobayta çevirəcək də. Bunu nə qalacaq? Kilobayta çevirəndə 213-ə böləcək. Deməli, bu 203, bu 208, bu eləyir nə? 203, 8, 211, düzdürmü? 211, 213. Burada qaldı 202, yəni 4. Alt dəfədə 2, 12 eləyirmi? 12-ni də 4-ə böləndə qalır 3. 3-ü də 100-ə vuranda 300. Vəssalam. Çevrilmədir. Əvvəl belə olub, sonra olub bu. Amma mən sonraki kilobaytı həcmi istədiyi üçün mən AB-m nədir? 2 dəfə artsa belə bu AB yerində qalır da. 2-ni bura yazıram. Görürsünüz 2 vuraq AB. Buradan AB-mi tapıram, 2 dəfə də burada artırıram. Vəssalam. Roma rəqəmləri ilə verilmiş, bunu qoy görüm. Tam yazıb. Aha. Roma rəqəmləri ilə bu 2000 deməkdir. 2000. Bu C 100'dür. 300. Bu 56. İkilik say sistemindeki yazılan olan vahidlər. İndi bunu ikiliyə keçirdəcək. Bunu necə yaza bilirdik? 2 üstü 2024 2046. Düzdürmü? Bunu 2046 üstə gələk. İndi bunu bir dəqiqə. Mən burada böyle gedib elə tapmışam. Yəqin ki, düzdür. Böyle də düz olacaqdı müəllimə. Amma yəni o çox uzun yoldur da bilirsiniz ki. 356-nı 1-1-2-yə belə geçsiniz, bu çox uzun yoldur. Mən bunu 2 üstü şəklinə gətirəcəm də. Bu 2 üstü 11 demək deyil. 2 üstü 11 üstə gələk. İndi 2356-dan bizim əlimizin altında orada kalkulyator olur. 2356-dan 2046-nı çıxacam, alacam 310. 310-da 256 varmı içində? Var. 310'un 256'sını götürürəm. Bax elə bir buradan yazıram 2046, üstə gələk 256. Gəlin 310'dan 256 çıxanda 54 qalır. Deməli 54'ü nə cür yaza bilərəm? 32. Buradan kəsək. Deməli üstə gələk 32. Qaldı nə? 54'dən də 32 çıxar. Qalır 22. 22 nə cür yaza bilərəm? 16. Aha. Qalır 6. 6'nı da 4 üstə gələk 2. Bax bunları toplasaq 2356'nı alacaq biz. İndi bunu nə cür yazacağım? 2 üstü 11 üstə gələk 2 üstü 8 üstə gələk 2 üstü 5 üstə gələk 2 üstü 4 üstə gələk 2 üstü 2 üstə gələk 2 üstü 1. Bərabərdir. Biz bunu necə eləyirdik? Yadınıza gəlir. 11 var. 10 yoxdur. 9 yoxdur. 8 var. 7, 6 yoxdur, 5 var, 4 var, 3 yoxdur, 2 var, 1 var, 0 yoxdur. İndi bizdə burada vahidlərin sayı 1, 2, 3, 4, 5, 6. Və bu yol müəllimə 2-yə belə getməkdən rahatdır. Günay müəllimə siz Ay Günay müəllimə. Burada B-də axı. Cavab B. Eləyir axı. Yaxşı, qoy baxaq görək. 2300 baxaq çevirməmiz 2356-dır.
Bu düzdür da. Bəli, bəli. Neçə dəqiqə? Bəli. Ola bilər ki, Mən onu 200 böldüm, neçə dəqiqə Xatirə müəllimə dediyi Yox, kimi. yox, yox, elə yox. 16 üstə gələk. 4. Demək yalan deyil. Burada 2 yoxdur. Bircə dəqiqə görüm 2-ni mən hardan aldım. Ola bilər çıxmada səhv eləmişik burada. Mən kalkulyatorla çıxdım əslində. Bir dəqiqə baxım. 2356 çıxaq 2046 yazmışam axı ona görə. 2048-dir bu. Siz də demirsiniz, ay müəllimlər. Səhvimi Siz demirsiniz. nədən nəyə çıxıbsınız ki? Buradakı 2 bax, oradakı 2-dir ona görə. Bircə dəqiqə müəllimə. Bax, burada 0 olacaqdır. Deməli, 11 var, 9, 8 yoxdur. 11 var, 10, 9, 8 var, 7, 6, 5, 4, 3 yoxdur. 2 var, 1 var, 0 yoxdur. Всё. Baxın, 1, 2, 3, 4, 5-dir. Mən bura 2046 yazmışam çaşıb. Buradakı altını götürüb 2048 eləyir axı. Bu nə qarıq müəllimə? 2356-nı mən içərisindən 2-nin qüvvətlərini çıxıram da. Sonda toplayanda bunu 2356 eləyir. Yəni ən rahat yolu budur ümumiyyətcə 2-liyə çevirmənin. Bunu belə getmək uzundur. Və görürsüz nə qarım? 2048 bu 2356-nın içindən 2048-ni götürdüm. Geridə qalandan baxıram, geridə 310 qalmışdı. 310-dan 256-sını götürdüm. Geridə 50 neçə qalmışdı. Onun içindən 32-ni götürdüm. Onun içindən 16-nı, yəni 20 qalmışdı. 16-nın içindən də 4-ü götürürəm və əssalam. Sonra da gətirirəm bunu 2 qüvvət şəklində yazıram. Yəni bu yol daha rahatdır. Düz deyil, bölmə yoluna nətər vərdiş eləyib müəllimlər. Çox vaxt elə gedir, amma o valla uzun yoldur yəni. Çox uzun yoldur. Budur, bərabərliyin x-in qiymətini müəyyən edərək sol tərəfdə olan ədədin hansı say sistemində, bu say sistemini soruşur, bu tərəfdəkini. X çıx 5 istəyir bizdən. Biz də bununla qaracaq. 55 x çıx 5-i bərabər edəcək 125 8-liyə. Burada da qarırıq 0, 1, 0, 1, 2. Buradan x-i tapırıq, sonra say sistemimizi tapırıq. 5 vuraq, x çıxaq 5. Bunu mütləq mötərizədə yazmalıyıq. Çünki bu 2 dənə yəni rəqəmi var ona görə. Bir dəqiqə görüm kim yazıb. Bunu 21. Aha. Baxaq. Üstə gələk. 5 vuraq, x çıxaq 5 üstü 0 bərabərdir. 8-in kvadratı 1 vuraq 8-in kvadratı üstə gələk 2 vuraq 8 üstü 1 üstə gələk 5 vuraq 8 üstü 0. İndi tapırıq 5x, buradan yazıram. 5x çıxaq 25 üstə gələk. Bu da bilirik ki x üstü 5, bax bura 0 1'i verir. Bu da eləyir eləcə 5. Bərabərdir. 8-in kvadratı 64 üstə gələk 2 dəfə 8 16 üstə gələk bu da 1 vuraq 5 5. Bu eləyəcəkdir 70, 80, 85. Bu eləyəcəkdir 5x çıxaq 20 bərabərdir 85. 5x də bərabərdir 85-in üstünə 20 gələndə 105. X də bərabərdir 105-i 5-ə böləndə deməli 2 dəfə 5 10, 5 21. 21. Deməli x-im 21-dir. Amma hansı say sistemindədir? Onu tapmaq üçün nə qaracam? 21-dən 5'i çıxacam. Çünki mənim əsasım x çıxaq 5'dir. 21-dən də 5'i çıxanda 16. Çünki mənim əsasım x çıxaq 5'dir. Məndən x sayını deyərdim 21. Görürsünüz, çaşdırmaq üçün A-nı da veribdir. Məndən nəyi soruşur? Məndən say sisteminin əsasını soruşur. Əsasım da x çıxaq 5'dir. Elektron cədvəl fraqmenti verilmişdir. A2, C2. A2 bax bu diapazonun əsasən bunu qrupdur. Deməli, bir dəqiqə baxın burada. Görün kim yazmıyor. Hamı yazıb bunu. Yaxşı. Deməli, burada bilirik ki bir dənəmiz sinin cəmidir, amma digər ikisi də bir-birinə bərabərdir. Elə bir biri x-dirsə, bura 2x-dir, bunlar da x-dir. Belə bir şeydir. 2 dəfə çoxdur birisi.
Ifsyo. İndi buradan da biz tapacağıq ki, birinci buna baxaq görək ala bilirikmi? A1-dən C1-ə, yəni burada x olduğu üçün bunu tapa bilmirəm ki, gəlin buna baxaq birinci. C1 yəni 45-i vuracaq 8-ə. Bu neçədir? B2. 5 dəfə 8 40, 4 dəfə 8 32, 4 dəyə də 36, 360. B2-miz 360-dır. Keçdik C2-mizə. C2-miz də A2 ilə B2-nin A2 ilə B2-nin cəmi. Bu ikisinin cəminə bərabərdir. Baxın. Əgər buradan bax artıq mən başa düşürəm ki, bura 360-dırsa, bu bu ikisinin cəmidirsə, bax bu ikisinin cəmidir. Deməli bu 2 dəfə çox olanımdır. Yəni 50% olanım buradır. Burada deməli 360-a bərabərdir. Və buradan indi mən B1-i tapa bilərəm. Baxaq, A1 üstə gələk B1, üstə gələk C1. A1, C1 diapazonu sam o deməkdir ki, A1 üstə gələk B1, üstə gələk C1. Bunun da cəmini vururam 4-ə. Bərabərdir. Bərabər eləyirəm nəyə? 360-a. Sonda eləyəcəm. A1-im 15-dir. Üstə gələk X. Üstə gələk C1-im 45-dir. Vuraq 4. Bu da bərabərdir. 15 ilə 45 eləyəcəkdir 60. 60-ı da 4-ə vuranda 6 və 4 24. 240. Üstə gələk 4x. Bunu da bərabər eləyir nəyə? 360-a. Burada da 4x bərabərdir. 360-dan 240 çıxanda 0, 4, 140, altdan 2, 4. Ha, bu 240 deyiləmi? Hə. X da bərabərdir 12-nin 4-ü 30. Ha, bəli. Bəli. Hə, Bu 30. siz tapmışdınız. 30'da 30 hə. Deyirəm bu yolla tapmışdınız, yoxsa başqa yolla? Yox, mən də elə eləməmişdim. Variant qoyub Mən də yazmışsınız. 15'in üstünə 45 gəlmişdim. Hə, mən də Eləmişdi eləmədim. 60. Onu da Aha. böldüm 2'yə. Dedim 60'dısa o biri. Yox, fikirləşdim ki 60'dısa böyük, o birisi balacalarda ay 30 müəllimə, 30 yox, olar. elə şey mi olar? Yox. Düz yazın, düz Mən elə. burada 120 almışam ya müəllimə. Bilmirəm, indi səhvdir ya yəqin. Səhvdir. Ay müəllimələr, baxın, siz 30-u, 30 burdadır, elə bura 30. Bu diapazona qurulmuyub axı. Bax, bu diapazona qurulmuyub axı bu diaqramı ki, siz deyəsiniz ki, bu ikisinin cəmi yarı böləndə bura eləsin. Birincisi, bu diapazona qurulsaydı, biri 15, biri 45 olanda bu faiz ola bilməz. 25% ola bilər. Əgər 25-25-dirsə, ikisi də eyni olmalıdır. Yəni, burada 15 Yox, mən məsələn siz var. nətər götürdüm? Yəni 15, 45, 60. 50'ni götürdüm dedim 50 faiz 60'dırsa da. Müəllimə, Onu da ay yazdım. müəllimə, bax onu, Elə ay müəllim, onu səhv eləyirsiniz də. Nətər 60-dır? 50%-i hardan alırsınız siz orada 50%-i? Buradan alırsınız bu diaqramdan. A1 ilə C1'i toplayıram. Başa düşürəm, ha 50%-ə hansı qənaətə gəlirsiniz, yəni ki, bunu da yarıya Yəni bölüb 30 15'in üstünə 45 gələndə 60 olduğuna görə deyirəm Aha. ən çox 60 olduğuna görə 50 demək 50% 60'dır. Ay 60'ı müəllimə, da bu demək istəyirəm onun da ki, yarısı 25 daxı. bəs onu deyirəm də, deyirəm ki, axı bu diapazon A2, C2 diapazonuna uyğun qurulmuş diaqramdır. Sizin A1, C1-inizə qurulmuyub bu diaqram. Siz oradan onu tapasınız. O tamamilə səhvdir. Sadəcə təsadüfən cavabı alırsınız. Vəssalam. Yəni o yol mümkün olan bir yol deyil. Əgər buradakı diapazon A1, C1-dirsə, o siz deyən ola bilər. Amma ona da bir fikir verin də. Biri 15, biri 45-dirsə belə faiz ola bilməz axı 25-25. Siz onu mümkün deyil o, yəni elə, yəni heç zaman o səhvi eləməyin. Görürsüz diapazon nədir? A2, C2. Deməli bu diaqram A2, C2-yə qurulubdur. Buranın yarısıdır. Görürsüz mən buranı aldım 45. Burada ikisinin cəminə bərabərdir. Yəni bu ikisinin cəminə. Deməli bu ikisinin cəmi budursa, deməli bu böyüyümdür. Bu ikisinin də cəmini hardan aldım 360 buranı? Çünki 25-25-dir. Deməli burada 360'dır ki, burada 360'dır ki, ikisinin də faizi eynidir. Onu da buranı 360'a bərabər eləyib, bax, buradan x-imi tapa bilirəm. Vəssalam, yolu budur. Yəni, siz elədiyiniz tamam səhvdir. Yəni, o sadəcə təsadüfən düz alırsınız.
Mütləq o diapazona fikir verin ki, hansı diapazona qururuq onu. Mütləq. Verilənlər bazasının cədvəlinin bir fraqmenti verilib. Bu cədvəldə, baxın, birinci bunu tapaq. Dərnək bərabərdir rəsm. Rəsm. Bunu görüm işləyə bilməyəm. Asandır, hə, işləmişəm mən, Aha, 4-6. aha. Deməli, dərnək bərabərdir rəsm 1, 4, 1, 4. 1, 4 və salam. Eləmi ayrı yoxdur rəsm. Visyo. Yoxdur, Deməli, yox. bu 1, 4-dür. Sonra görək nə ilə kəsişir? O-la. Or budur. Şahmat. Dərnək şahmat olanları da istəyir. 2, 2, 3, 6. Bu da 6. birləşəndə or. Hələ bax, burada mötərizə olduğu üçün birinci oru yerinə yetirəcəyik. Əgər mötərizə olmasaydı, bax, bundan bunun əndini yerinə yetirərdik. Amma mötərizə var deyə mən birinci oru yerinə yetirəm. Bilirik ki, qaydada birinci inkardır, mötərizədir, inkardır, sonra ənddir, sonra ordur. Deməli, nə edəcəyik burada? 1, 2, 3, 4, 6. Hamısını götürdük. İndi ənd. Deməli, kəsişməlidir nə ilə? Cinsi qadın olmayan. Deməli, kişiləri istəyir. 4, 5, 6, 7. 5, 6, 7. 4, 5, 6, 7. Burada da kəsişən 4 ilə 6-dır. Müəllimə, burada bayaq o Neçə elə yazmış? Günay müəllimə yazmışdı qrupa. Bu işarə yəni bərabər deyil. Bəli, Elədir də. bəli, bərabər deyil deməkdir. Fərqlidir işarəsidir. 24. Bu da rahatdır, buna qayıbdır. Bu, deməli, düzdür. Burada səhv eləmirəmsə, bir dəqiqə. Bax, bu sualda mən qarışdım Hə, müəllimə. 1, Bu 3, indi 4, 6-nı deyən götürüb, eləmi? 1, 3, 4, 6. Bax, burada mərkəzi Burada elə düzəlməndə bir götürüb. 1'dir, 1'dir, 3'dür, 4'dür, 6'dır. Bunu bilirsiniz niyə götürübdür belə? Bax, qoy deyim. Bax, burada çaşmaqlıq bir şey yoxdur əslində. Bir dənə fikir verin. Baxın, niyə mərkəzə düzlənməni götürüb? Çünki mərkəzə düzlənmə Çünki- bax, burada yerinə yetirilibdir. Hə, Görürsünüz? hə, odur. Aha, Hə, Əgər mən burada deyirəm mərkəzə götür. düzlənmə olmasaydı, burada yazılardı. Deməli, mərkəzə Aha. düzlənmə bura aiddir. Sonra sola düzlənmə, bax buna sola Yoxdur. yox, tam düzlənibdir. Çünki sola düzlənmə olsaydı, hardasa buralarda bir boşluq olardı, burada yox. Amma bu görürsünüz nədir? Hamısı doludur. Tam düzlənir. Sadəcə ən Hı. sonuncuda informasiya bitdiyi üçün yəni boş qalıb. Tam düzlənib. Sonra qalın şriftlə artıq bunu görə bilirik ki, qalın şriftlədir. bəli. Bir dənə şriftin ölçüsü biraz götürüblər. Bunu tuta bilmirəm. Ola bilər ki, şriftin ölçüsü hansındasa mən tuta bilmirəm ki, şriftin ölçüsü harda dəyişibdir. Ola bilər Şriftin ki, ölçüsü Günar müəllimə yuxarı ilə o qalınla o aşağıda mən Mən- elə fikirləşdim ki, ola yox başlığı biraz var. böyük yazıb. Ola bilər, amma mən onu tuta bilmirəm. Biraz burada görə bilmirəm belə. Yəni ola bilər ki, kitabın özündə daha aydın. Oxşarlıq da var. Çox Oxşarlıq da var, oxşuyur amma- eyni şrift. Amma elə bir əksinə bu daha Yox, balacadır. elə bir ki, yox, Bax, heç elə bir yaşlı- qalın Ha, götürəndə biraz böyüyür. Yox, o heç, o ayrı şeydir müəllimə. O ayrıdır. O qalın götürəndə, yəni o qalınlaşır deyə elə olur. O yəni ayrı şeydir. Şriftin ölçüsünü biz o 11 ilə başlayırıq. 11, Bilirəm 12. 11, Ondan biz 12 böyüdə isə bilirik. Amma mənə hə. elə gəlir ki, bir dənə fikir versəz görərik ki, tam belə baxsaq, görərsiniz ki, bax bu daha kiçikdir. Əksinə başlıq elə bir bundan daha kiçikdir. Burada Bax, demək müəllimə Bir dənə başlıq qalınlarına adı da baxın. Bax bunun bir dənə qalınlarına baxın, daha böyükdür ondan. Görürsünüz? Deməli bunun şrifti daha kiçik olur. Ona görə tam belə gərək lap diqqətlə baxaq. Lap diqqətlə baxanda bilinir. Yəni o qədər də aydın görsənmir. Amma kitabda ola bilər ki, daha aydındır da. Bu PDF-dir deyə bulanıqdır biraz. Qövslərinin sayı 12-yə bərabər olan qövs sayı 12-yə bərabər olan qrafa qonşuluq matrisi tərtib edilərsə, qövs bilirik ki, nədir? Yönləndirilmiş, Yönələndir. yönələndir. Yönələn. Yəni ox istiqaməti var. İstiqamət olanda bilirik ki, A-dan B-yə qonşuluq matrisində 1 yazırdıqsa, B-dən A-ya 0 yazar. Yəni burada simmetrik olmayacaqdır da, onu başa düşmək lazımdır birinci. Deməli, qövslərin sayı 12-dir. Deməli 12 dənə nə var? Til var. 12 dənə til var. Bütün tillər də istiqamətlənməmişdir. Çünki istiqamətlənmişdir. Çünki qövs deyir burada. Deməli diqrafdır. Baxın diqrafa.
Deyir ki, tərtib edilərsə matrisdəki birlərin sayı elə tillərin sayına bərabər olacaqdı. 12. Yəni 12. Bəli, əgər qövsü qraf olmasaydı 24-ə bərabər olardı. Yəni 12-ni vuracaqdıq kiyə, müəllimə? Diqraf Bəli, olmasa. A-dan B-yə də 1 yazacaqdıq qonşuluq matrisində. B-dən A-ya da 1 yazacaqdıq. Ona görə də 2 dənə, bir dənə til, 2 dənə 1 yazılacaqdı belə qrafda. 2 dənə 1 yazılacaqdı. Amma indi bir dənə 1 yazılır, bir dənə 0. Deməli, neçə dənə til varsa o qədər yalnızca 1 yazılacaq. Aha, bir dənə baxım, görünür matını. Bu da adidir də. Məsələn, onluqdan kiliyə keçirir. 25-i Qəmər müəllimə də qraflarda çətinliyi var onun. 4097 ədədin ikilik yazısı neçə ədəd 0 var. Bax, bunu da indi 1-1-2-yə bölməklə eləyirsiniz də deməli, eləmi? Hə, eləmişəm mən. Bəli. Hə, bax, o, görürsünüz, bayaq 2048, 40 neçə idi, yadımdan çıxırsa 3000 neçə idi. Gülnar müəllimə, hasaddır da, bölürsən, elə də böyük bir rəqəm deyil axı. İndi baxın, görün, bu hasaddır, yoxsa o. İndi baxın, 4097-nin içindən 2 qüvvəti nə var? 4096. Bunu bildik. Üstə gələk 1. Vəsyo, düzdür. Bu 2 üstü neçə deməkdir? 2 üstü 12 deməkdir. Düzdür. Üstə gələk 2 üstü nə? 1. Belə 0. 2 üstü 0. 2 üstü 0. Bərabər. İndi deyək, neçə ədəd 0 var? Bax, 12 var. Nə yoxdur? 11, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0 var. Vəsyo. Neçə dənə 0 oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə. İndi buna görə aparmaq rahatdır, yoxsa bu rahatdır? Təbii ki, bu rahatdır. Rahatdır, sizinki daha rahatdır. İndi görün, belə nətər rahat. Belə bir 4000, bu aşağı sinifdə ibtidaidə toplamanın 2 yerə ayrılmasından, 3 toplamanın Aylama cəm şəklində qanunu belədir. göstərməli. Ayso, yəni bu qaydasından irəli gəlir də. Bilirik ki, informatika riyaziyyatla çox bağlıdır. Yəni əslində bu riyazi bir üsuldur. Yəni aşağı sinifdə keçirilən riyazi bir üsuldur. Bunu bilmək daha rahatdır. Uyğunluğu müəyyən edin. Mütləq istinadda bilirdik ki, nə olur? Xana toxunulmur da. Deməli, amma dollara fikir vermək lazımdır ki, dollar arxada heç nəyi dondurmur, yəni. Yəni, ona görə dollar mütləq qarşıda olmalıdır. Bax, burada mütləq istinaddır. Aha, bunu götürmürəm, çünki burada 5-i dondurmuyubdur. Burada H-ı dondurmuyubdur. Bu, ümumiyyətcə düzgün bir ünvan deyil. Aya baxın. Bu düzgün ünvan deyil. B-ni ver beləcə. B nə? B 1 olmalıdır, B 2 olmalıdır. Yəni bu ümumiyyətlə yanlışdır. Nisbi istinad. Nisbi də bilirik ki, heç birində dollar olmur. O birisilər də qarışıqdır. Elə bir yerləri dəyişən kimi. Aha. Bu yanlışdır, bunu heç götürmürəm. Deməli, mütləq istinada verdik D-ni. Nisbi istinada B uyğun gəlir. Qarışıq istinada C və Y uyğun gəlir. Bu belə. Yəni mənimə burada D-də də, Y-də də dollar işarəsi belə deyim də əvvəldə də ola bilər, sonra da ola bilər. Bəli, sadəcə birinin qarşısında var da. Birinin qarşısında. Məsələn, dollar 5-dən sonra olsa səhvdir. Bəli, dollar 5-dən sonra nəyi donduracaqdır ki? Hansı xananı toxunulmaz eləyəcəkdir? Dollar qabaqda olur ki, buna toxunma. Yəni, əvvəldən bildirir ki, bax, buna toxunma. Bunu da eləmişim. C2 xanasındakı düstur. Ümumiyyətcə, kopyalananda da, köçürdəndə də, yəni nə varsa sürüşdürəndə də, nə olursa olsun, xananın içi dəyişir. Kopyalansa belə, eynisi kopyalanmır. Yəni, nə qayırır? Əgər mütləq istinad deyilsə, nisbi istinaddısa, o dəyişəcəkdir ki. C2 xanasından D3-ə. Birinci bunu necə eləyirdik? D3-ə. C-dən D-yə. C-dən D-yə bir dənə sütun, bir dənə də sətir. Bəli. Deməli, bir sətir, bir sütun sürüşəcəkdir. Gəlin, baxaq düstura. İndi D3 xanasına köçürüldü. Sonra da D5 xanasındakı düsturun ədədi qiymətini tapacaq. Gəlin, D3-ə köçürək.
D3'ə, yəni bura köçürdü. Bax bu düstur Olacaq nədir? A, Budur. Deməli A B, olacaq nə? B. B. Dollar olduğu üçün dollar toxunulmaz 3 qalır. Dollar B1 də toxunulmaz qalır. qalır. Oldu nədə? Hmm. D3'də. 3'də. Gəlin bunu hesablayaq. Çünki bizdən D5 istəyir. D5 də bilirik ki, D1-dən D4-ün cəmidir. Bax, bunların cəmini istəyir bizdən. Hı-hı. Bunda gəlin bir-bir tapaq xanaları. Birinci D1-i tapaq. D1 bərabərdir. A1 üstə gələk A5. Yəni 1 üstə 22. gələk 21. Bu elədi 22. 22. Keçdik Aha, mən D2-yə. də elə. D2 bərabərdir. B1-dən Yenə B5-ə elədik. hamısının cəmi. 66. Bilirik ki, müəllimələr, bilirik ki, cəmləmə olanda burada bunu heç nə götürməyəcək. Üçün üstünə 15, olacaq 18, 28, 7 də gələndə 35, 66. 66. Sonra D4. D3-ə baxaq. D3 də budur. B3, B3. B3, baxın burada 0 götürürəm. Çünki niyə? Çünki bu produkt deyil. O produkt olanda bilirik ki, 0 boş xananı götürmür heç nə. Amma vurma işarəsində götürür, 0 kimi götürür. Hı-hı. 0 vurur B1-ə, bura eləyir 0. D3'üm oldu 0. D4 də 14. 14. Bunların da cəmi nə olacaqdı? 60, 70, 80, 90, 100, 102. Belədir cavab. 102, bəli. 105-i, hə, 105 deyildi. 102'dir. Yo müəllimə 102. 102-dir, hə. 102-dir. Aha, mən Hı. baxmıram bu üçün. Məndə nə oldu? 500 GB həcmə malik olan kompüterin sərt diskinin cəmi, deməli, 500 GB həcmə malik olan kompüterin sərt diskinin cəmi 8 MB boşdur. Deməli, bax, bu mənim dolu diskim olsaydı 500 GB olardı. Yəni, cəmi bu qədər yer tutur. Amma bu qədəri boşdur. Yəni, 8 MB boşdur. Deməli, 500-dən 8 MB çıxmaq lazımdır. Yəni, hələ ehtiyac varsa çıxacaq. Bu qədəri boşdur. Bu diskin boş hissəsinə, bax bu boş 8 MB-a, 433 KB-a bərabər olan 20 fayldan neçəsini yazmaq olar. Heç bunu görürsünüz, ehtiyac yoxdur. Deməli, 8 MB-a mən nə qədər 433 KB yaza bilərəm? Yəni, 20 dənədir. Heç o 20 olsa da olar, olmasa da olar. Yəni, 20-nin neçəsini deyir yazmaq olar. Mən 438 MB-ı 433-ə bölə bilmərəm. Çünki mənim klasterim var. Yəni, bu qədər ola bilər həcmi. Amma diskdə nə qədər yer tutur? Birinci onu tapmalıyıq. Yəni, 433-ü neçə dənə klasterə yerləşir? Birinci onu tapmalıyıq. Bir dəfə, 3-ün içində yoxdur, 30-un içində 8 dəfə 4, 32, 1 qalıq. Əgər qalıq qalırsa, mən bunu da bir klaster götürəcəm. Deməli, 109 klasterə yazılır. Klasterimin də biri 4-dür deyə bunu vuracam 4-ə. 4 dəfə 9, 36, 3, yəqin ki 436 olacaq. Deməli, indi 436-dır mənim bir dənə informasiyam, belə deyək. İndi 8 MB-a neçə dənə 436 yerləşər? 8 MB-ı birinci kilobayta çevirəcəm. 8 vuraq, 2/10, bölək 436. Gəlin, bunu da kalkulyatorla bölək daha tez olsun. Deməli, 1024-ü vuracam 8-ə, böləcəm 436-ya. Bu da eləyir 18 tam neçə? Qalığı da var da. Yəni 18 tam %78 nəsə. Amma mən 19 götürə bilərəm bunu. Xeyr, 19-u yerləşəcək. 18-i yerləşəcək. Yəni tam şəkildə yerləşməlidir. Keçək sonuncuya. Cədvəldə fayllar və onların həcmləri verilmişdir. Cədvəldəki mətn faylının, deməli, mətn faylı istəyir. Birinci mətn faylını tapmalıyam. Bu mətn faylıdır. Geridə qalan mətn faylı deyil. Deməli, 320 kilobaytdır. İndi nə deyir? Fayllar və onların həcmləri. Cədvəldəki mətn faylının Unicode standartında kodlaşdırıldığı bu mənim həcmimdirsə, həcmim nəyə bərabərdir? Unicode-a kodlaşıb, yəni 2 bayt, 32 səhifə, mətn fayl aşağıdakı əməliyyatlar aparılmışdır. Gəlin, bax, bu var, bu olub.
Bir də deyək, 32 səhifədən ibarət olduğu məlumdur. Cədvəldəki mətn faili üzərində aşağıdakı əməliyyatlar aparılmışdır. Görək bunun üzərində hansı əməliyyatlar aparılmışdır. Hər səhifədə olan simvolların yarısı, mən simvol sayımı bilirəm burada. Yox, düzdür? Deməli, simvol sayını bilmirəm. Buradan simvol sayını tapıb da eləyə bilərəm. Gəlin görək nə deyir. Hər səhifədə olan simvolların yarısı silinərək, deməli, x-ını bölüb 2-yə. Silinərək səhifələrdə boş qalan hissələrin hər birinə bir ədəd olmaqla cədvəldəki qrafik fayldan əlavə olundu. Cədvəldəki qrafik fayl hansıdır? BMP-dir. Deməli, bir dənə bunu silib, deməli, boş qalan hissələrin hər birinə bir ədəd olmaqla bir dənə 16 megabayt yerləşdirib. Kilobayt. 16 kilobaytı yerləşdirdi. Bax, bunu sildi, 2-yə böldü yarısını. Əvəzində bunu elə bir, daha doğrusu elə bunu da yerləşdirdi. Mətndəki simvollar redaktə olunaraq 8 bitlik ASCII standartına çevrildi. Deməli, 2 bayt idi, oldu nə? 1 bayt. 2 dəfə buradan azaldı, 2 dəfə buradan azaldı. Deməli, 4 dəfə azalıb, düzdürmü? Bax, bu 4 dəfə azalıbdır. Bax, bura bu hissəm 4 dəfə azalıbdır. Bu, o deməkdir. Bütün bu əməliyyatlardan sonra alınmış failin informasiya həcmi nə olacaqdır? Bax, bunu əlavə eləyib, 4 dəfə də azaldıbdır. Başa düşə bilirik onu. Bax, 4 dəfə azaldıq, bunu əlavə eləyibdir. Onda bunu mən 4 dəfə azaldım, 4 dəfə azaldım. Neçə eləyəcəkdir bunu 4 dəfə azaldanda? 32-ni 4-ə böləndə 8, 8 dəfə 2, 16. Əslində məndən həcm istəyir müəllimələr. Həcm istəyirsə heç bu tərəfə ehtiyac yoxdur ha. Bax, mən həcmimi 4 dəfə azalda bilərəm də. Çünki bunu 4 dəfə azalmağı mənim həcmimi 4 dəfə azaldır. Düzdürmü? Bax, bu 4 dəfə azalmağı nə deməkdir? Həcmin də 4 dəfə azalmağı deməkdir. Çünki düzmü tənasib daxı. 320-ni 4-ə böləndə, 32-ni 4-ə böləndə 8, 80 kilobayt. Üstünə də bu 16-nı gəlibdir. Yazı bax 16-nı. Bu da eləyir 96. Burada cavab 96-dır. Mən baxım. Yox deyəsən. Dən görün burada necə olub. 500-cü dəqiqə. Hə, burada bircə dəqiqə üstünə 16 gəlməyib də ona görə. Bircə dəqiqə bunu bir dənə təzədən eləyim. Bir dənə o hissəyə bir də oxuyun. Mən üstünə 16 gəldim. Nəysə düz başa düşməmişəm. Bircə dəqiqə. Deməli 300 kilo bu olub. Bunu da vurub 2x-a. Bu mənim əvvəlkimdir. Mən buradan bunu tapa bilərəm onda. Gəlin buradan bunu tapaq. Yaxşı. Dedim bəlkə buradan eləyim. 32, məncə 32-ni də 16-ya vuracaqdır. Bircə dəqiqə bax, yarısı silinərək səhifələrdə boş qalan hissələrin hər birinə, hə. Mənim neçə səhvəm var? 32 səhvəm var axı. Düzdür? Səhvənin hər birinə vurubdur da bu qrafik faylı. Yəni 16-nı hər birinə vurubdur. Bu o deməkdir. Bax 32-ni 4-ə bölübdür. Bax buradan x-ini tapıram, səhvə sayımı. X-ini tapıram, nə alıram? 32 320-ni böləndə 4-ə eləyəcəkdir nə? Eləyəcəkdir 80. Bir dəqiqə. Məndən nə istəyir? İnformasiyanın həcmini istəyir da, hə. Deməli, mən 32-ni 16-ya vuranda neçə alıram? Bu dənə vurum. 2 üstü 5, vuraq 2 üstü 4, 2 üstü 9. Bu da 512-dir. Bir dənə bunu mən təzədən öz əvvəlki yolla eləyim. Qoy görüm nə alıram birinci. Deməli, 32 səhifədən ibarət olduğu məlumdur. Mən 32-ni də hara yazmışam? Silmişəm. 32 səhifədən ibarət olduğu məlumdur. Cədvəldəki mətn faili üzərində bunu elifdir. Hər səhifədə olan simvolların yarısı silinərək, deməli bunu 2-yə bölüb, daha sonra hər birinə bir ədəd olmaqla qrafik fail 16-nı vurubdur. Bax, bunu yazmamışam bayaqlar, ona görə tapmadıq. İndi gəlin buradan tapacaq rahat. Deməli, 16-ya vurub, amma yarısını silibdir. Bu belə. Sonra da 8 bitlik koda çeviribdir. Yəni, əvvəlim nə idi? 2 bayt idi da, düzdürmü? 2 bayt idi. İndi olacaq 1 bayt. Yəni 2-yə böləcəkdir, 4-ə böləcəkdir.
Bu da eləyəcəkdir nə? Bu 32 deyil. Bir dəqiqə, mən 32-ni hara yazmışam? Bunu bir dənə düsturun təzədən yazım. Bu biri 2 baytdır. Bax, bu 2 baytdır. Bu 32-dir. Vsyo. Sonra bunun yarısını silib, sonra 16-ya vurub hər səhvəni, sonra da bunu, yəni A2-yə çevirib, yəni yarısını silib, silmir də, yəni azaldır. İndi gəlin bunu tapaq, 2 ilə 2 ixtisar gedir, o 2 ilə 16 ixtisar gedir. Burada qalır 8, vsyo. Bu da eləyir nə? 8, yenə 56. 80 alıram axı elə bir. Bax, bir dəqiqə, bu 2 Cavab ilə bu 2. 592-dir. Bəli, bir dəqiqə, bax, bu 2 ilə bu 2 ixtisar getdi. Bununla da bu ixtisar getdi. Qaldı 8 vur 32. Düzdürmü? Deməli, Hə. 8 vur Tamam. 32 bayt vuraq x bərabər 320 kilobayt. Bununla da bu ixtisar getsə, burada qalır 10, bu da eləyir 80. X bərabərdir 80 kilobayt. Burada niyə mən nəyi səhv eləyirəm? Nəyisə səhv eləyirəm. 16-ya vurduz, deyirik 16. Bax, burada 16-dır. 16-ya vurdum. 2 dəfə azaltdım bunu. 2 dəfə də yarısını silməklə azaltdım. Bu da 32 səhvəmdir, vurdum 16-ya. Əvvəl 320 idi. Düzdürmü? 320 idi. Kilobayt. Burada qalır 32-lər ixtisar yerində 10. Bir yaxda 80 qalırdı. Heç 16-ya vurmamışdan qabaq. İndi nətər 16-ya vuranda elə qaldı. Ona matematik. Bəlkə vurmadınız Gülnar müəllim 16-ya. Yox, ixtisara aparmışam axı. Burada 8 qalıbdı. 32-lər gedəndə də bir dəqiqə, bax burada bir dəqiqə müəllimələr. Bax, burada düz eləmirəm, bölünür. Burada bunu səhv eləyirəm. Bax, burada bura düz gəlibdir. Deməli, burada 10 qalır, x bərabər. Burada 8x bərabərdir, 10 qalır. X da bərabərdir, 10 nədir bə? Bir dəqiqə, bax, bu da bərabərdir, kilobayt, bu da baytdır. Bu 1024 bayt bölək 8-dir. Bu da eləyir 2 üstü neçə? 10, 2 üstü 3, 2 üstü 7. Yox, nəysə səhv eləyirəm. 128. Burada 5120-dir cavab. Yo, 592-dir, ay müəllimə. 592-dir cavab. Bəli, 592 kilobayt. Bax, 80 qoy görüm bir dəqiqə, onda qoy, bunu işləmişəm, onu deyirəm ki, görüm burada nəyi səhv eləyirəm bir dənə. Bax, 32-ni vurmuşam 16-ya, bunu almışam 512 əvvəlkini. Bir dəqiqə, 32-ni vurmuşam 16 kilobayta. 32-ni niyə 16-ya vurmuşam? 16-ya. 32 səhvəni vurmuşam 16-ya. Hə. Buradan indi yadıma düşdü ki, bunu nətər işləmişdim. Bir dəqiqə, qoy bunu təzədən sileyim. Bu nəsə biraz şərti çaşdırandı. Bax, ona görə elə adamı çaşdırır. Biz mətni gətirib qrafiklə bir qoya bilmərik axı. Birinci grafikin həcmini kənarda tapacaq. Ona görə. Bax, V1-i bir tapacaq, V2-ni bir tapacaq. Biraz çaşdırıcıdır. Bu mətnin içinə gətirib 16-nı yerləşdirəndə, bax, elə olur da. Onu düz eləmirik axı. Bax, burada nətərdir? 32 səhvəmdir, elə. Hər səhvəyə bir dənə nə vardı? Gətirdi, şəkili yerləşdirdi. Birinci bunu tapıram. 32-ni 16-ya vuranda, nəsə də 2 üstü nəyinəsə gəlir 512 kilobaytımı alır. 512 kilobaytımı alır. İndi isə mətn faylımı tapacağam. Mətn faylımı da bayaqki kimi tapmalıyam. Yəni ki, bu eləyəcəkdir nə? Deməli, Unicode, yəni 2 bayt vuraq, 2 üstü 5 səhvə, vuraq x. Bu da eləyib nə? 320. 320. Bunu da mən nə vardım? 4 dəfə azaltdım. Hansı ki A2-yə keçdi və yarısı silindi. Yəni 4 dəfə azaldı. Buradan da x-mi mən tapmışam 80 kilobayt. Bayaq tapdım axı bunu 80 kilobayt. Yadınıza gəlir, ixtisarlarla zadına 80 kilobayt tapdım. Bir dəqiqə. 80 kilobayt tapdım. İndi mənim deyir, yeni alınan faylım. Görürsə, bu bir dənə mətn faylı deyil ki, mən 16-nı gətirib bura vurmuşam. Mən bunu ayrıca tapmalıyam. 512-nin də üstünə 80 gələndə eləyir 592 kilobayt. Bax, budur.
Mən bax burada çaşıb qrafiki gətirib mətnin içinə yazıram. O olmaz axı. Qrafiki ayrıca tapmalıyam. Əslində inan özüm də işləyəndə bunu 2 dəfə işləmişəm. Bir dəfə çaşıb elədiyim kimi, bayaq elədiyim kimi işləmişəm. Sonra başa düşmüşəm, almamışam cavabı. Sonra başa düşmüşəm ki, bu axı qrafikdir. Bunun həcmini başqa tapmalıyam. Bunun həcmini başqa tapmalıyam. Sonra da onları toplamalıyıq da. Vəsə. Bu da mənim bu qrafik faylımdır, bu da mətn faylımdır. Ümumi faylımın həcmi də budur. 292. Vəsə. Bu biraz çaşdırıcıydı. Çaşdırıcı deyəndə, yəni çaşmağa müsait olanlar üçün. Məsələn, mən tez çaşıram hər şeydə. Ona görə. Biraz əslində görürsüz elə bir çətin bir şey deyil. Bax, mətnimi ağardı. ASCII-dən, Unicode-dan ASCII-yə çevirdi, yarısını da sildi. 4 dəfə azaltdı. Buradan tapdım həcmimi. Vəssalam. Bir dənə çaşdırılan məqam buradır. Hər bir səhvəyə 16, yəni bir dənə qrafik fayl deyir, əlavə elədi. Deməli, hər səhvəyə də bir dənə qrafik fayl əlavə eləyibsə, bunun da həcmini ayrıca tapmalıyam da. Bu ayrıdır axı. Hə, bu qədər müəllimələr. Qoy bunun bir dənə. Sağ olun. Oldu müəllimə. Çox sağ olun. Bu biraz vaxtımızı aldı.